Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün çox ləzzətli, yumuşaq kotlet hazırlayacağım. Əminəm ki, siz də mənim bu üsulumu çox bəyənəcəksiniz. Başlayaq hazırlamağa. Əvvəlcə kotleti bişirmək üçün ət, soğan, kartof və bir dilim çörəkdən istifadə edirəm. Əti və digər ərzaqları ət-çəkən maşından keçirirəm. Çalışın kotlet hazırlayan zaman soğandan və kartofdan çox istifadə etməyin. 1 ədəd kartof orta ölçülü, eləcə də 1 ədəd soğan kifayət edir. Sonda isə çörəyi ət-çəkən maşından keçirirəm. Zövqə görə ətin üzərinə qara isot, duz, yarım çay qaşığı darçın, 1 ədəd yumurta, 1 çay qaşığı alça turşusundan istifadə edirəm. Sonda bir dəstə çeşnişi xırda doğrayıram. Doğradığım çeşnişi də ərzaqların üzərinə əlavə edib əlimlə yaxşıca qarışdırıram. Doğrama taxtasının üzərinə 2 yemək qaşığı un tökürəm. Ətdən götürüb beləcə forma verirəm və onun üzərinə qoyuram. Unu suxariklə də əvəz edə bilərsiniz. Mən hər zaman undan istifadə edirəm. Bu zaman kotlet yumuşaq olur. Suxariklə biraz quru alınır. Daha sonra isə baxın, gördüyünüz bu qayda ilə kotlet forması verilir. Tavanın içərisinə yağ tökürəm. Yağ qızdıqdan sonra kotletləri tavanın içərisinə yığıram. Kotletin əti yaxşı pişsin deyə vamodda bişirmək lazımdır. Kotletlərin bir üzü qızardıqdan sonra digər üzünü də çevirib qızardıram. Çevirən zaman üzərindən astaca basıram. Kotletlərin hamısı bu qayda ilə bişirilir. Ayrıca bir tavada isə kartof, eləcə də pomidor bişirdim. Əziz xanımlar, əgər siz də mənim bu üsulumu, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.